Salam, hər vaxtınız xeyir. Mən təhsil sahəsi üzrə peşəkar ekspert, ixtisas seçimi və karyera planlaşdırılması üzrə peşəkar mütəxəssis Ramil müəllim. Bu videoda sizlərə 2025-ci ildə ixtisas seçimi zamanı birinci qrup üzrə istifadə olunacaq keçid ballarının bir qismini təqdim edərək universitetə qəbul olmaq üçün aparılmalı olan düzgün ixtisas seçimi haqqında qısaca məlumat verəcəm. İxtisas seçimi zamanı abituriyentlər özləri də bilmədən çoxsaylı səhvlər edirlər. Bu səhvlər arasında təkcə bala əsaslanaraq edilən ixtisas seçimi zamanı ixtisasların mövcud və yaxın gələcəkdəki prestij səviyyəsinin nəzərə alınmaması, qeyri-peşəkar şəxslərə ixtisas seçimi zamanı müraciət edilməsi. Daha ətraflı birinci qrup üzrə keçid balları və düzgün ixtisas seçimi haqqında kanalda videoya baxa bilərsiniz. Kanala daxil olun, ixtisas seçimi üçün videolarda qeyd olunan nömrə vasitəsilə birbaşa mənimlə əlaqə saxlaya bilərsiniz.